Salam əziz Təfəkkür 114 TV izləyiciləri. Hər birinizi xoş gördük. Yenidən sizlərlə bir araya gəldik. Ünvanladığınız sualları inşallah ki Allahın izni ilə cavablandırmağa qərar verdik. Yenidən nəzər haqqında bir sual vermisiniz. Yazmışsınız ki, nəzər haqqında keçən verilişdə danışdınız. Nəzər insana nə qədər mənfi təsir göstərə bilər deyə sual eləmisiniz. Nəzər sadəcə bunu bilək ki, fiziki təhlükə deyil. Həm də mənəvi bir hücumdur. Bəziləri sənə dua edərlər, amma işdə səni həzm edə bilmədiklərindən o dualar sənə zərər verə bilər. Səni sevər kimi özlərini göstərə bilərlər, mümkündür bunlar hamısı olsun. Amma o sevginin içində gizli bir hərislik gizlənə bilər, yata bilər. Və sənin ondan xəbərin olmaz. Sənin sahib olduqlarını özləri üçün istəyərlər. Yəni, sənin bundan yenə xəbərin olmaz. Və bu istək səni gücsüzləşdirər. Məsələn, uşaqlardan alınan ən əsas şey nəşədir, sevincdir. Görərsən ki, məsələn, uşağı paylaşırsan, amma uşaqda nəticədə özünə qapanmalar yaranır, susmalar yaranır, zəifləmələr yaranır, qida yeməməklər başlayır. Cismində problemlər oyanır, səssizləşir uşaq, əvvəlki uşaqdan tamam başqa və fərqli bir uşağa keçir. Yaxud tam əksi, birdən bir uşaq daha çox insanları narahat edir, əsəbi olur və tez-tez xəstələnir. Ailələrdə də səbəbsiz dalaşmaqlar baş verə bilir ki, nəzərdən olan şeylərdən biri də budur. Ruzi azalmaları baş verir, işlər axsaması baş verir, dualar susur. Qəlbləri bir-birinə yadlaşdıra bilir hətta nəzər. İbadətdə də duadan ləzzət almaz həmin insan. Səcdəyə gedər, amma qəlbi əyilməz. Təvəkkül edər, amma içdə şübhələri qalar. Öz-özünə deyər, mənə nə olub axır zamanlar, mən belə deyildim. Və bu halı çox da fərq etməz. Zahirdə heç bir problem yoxdur. İbadət davam edir, amma iç boşdur. Səs var, amma yanığı yoxdur. Qəlbən eləyə bilmir o ibadəti. Və bu hal bəzən bir baxışın ardından da belə başlamış olur. Bəzən zikir çətinləşir, namazda fokuslanmaq çətinləşir, səbəbsiz yorğunluq, çox yatmaq və yaxud əksinə yuxusuzluq. Ən əsası içdən gələn hüzur azalır. Növbəti sual Allaha yaxınlaşmaq üçün nəyə diqqət eləyək? Düşünün ki, qəlbin bir aynadır. Nəfs o aynada toz salır. Toz üfürür, belə deyək. Hər gün o aynadan təmizləməmisənsə daha doğrusu, bir gün gələr ki, özünü orada görə bilməzsən. Bu misala bir dənə bənzəyir. Ona görə Allahın zikri, istiğfar, mühasibə hər gün edilməlidir. Çünki hər günün öz tozu təmizlənməlidir. Əgər təmizlənməsə qəlb qaralacaq. İstiğfar ki, qüsuru insan fərq edib Allaha dönmək deməkdir. Mühasibənin ki, hər axşam qəlbi kontrol eləmək işi var. Mühasibə yəni budur. Təvazu, yəni qüruru qırmaq, səbirlə arzulara sərhəd qoymaqlar hər biri nəfsin dərmanıdır. Ki, bununla insan özünü nə edə bilər? Allaha yaxınlaşdıra bilər. Əsas məsələ burada səmimiyyətdir. Çünki nəfs səmimiyyət olmasa xoşu gəlir. Səmimiyyətsizlikdən xoşu gəlir. Allah isə bizdən səmimiyyət istəyir. Göstərişdən xoşlanır nəfs. Başqasına görünməyə xoşu gəlir nəfsin. İxlas isə, yəni səmimiyyət elə özü, yəni ixlas deməkdir. Nəfsin ölümüdür deyirlər. Yəni bir insan istəyirsə ki, öz nəfsini tabe eləsin, ram eləsin, düzəltsin, təskiyə eləsin, ixlaslı olmaq məcburdur. İxlaslı, çünki zaten ixlaslı olmasa insan riyakardır. İnsan ya riyakardır, ya səmimidir. Riyakarlıq öz-özdə günahdır, onu qoydu qırağa, amma səmimi olmaq, dürüst olmaq, elə ixlaslı olmaq deməkdir. Və bu da nəfsi nə edir?
öldürür. Nəfsini öldürmək istəyən insan gərək ixlasını eləsin, dirici. Deməli, Allaha yaxınlaşmaq üçün öncə özündən uzaqlaşmalısan, nəfsinin istəklərini buraxmalısan, qəlbini də Allaha təslim etməlisən. Növbəti sual vermisiniz. Həmişə deyirsiniz ki, insan fitri olaraq kamillik axtarışındadır. Bunu biraz da geniş aça bilərsinizmi? Bəli. Bu doğrudur. İnsan fitri olaraq ucalmağı, yüksəlməyi, təkamülü sevir. Ən yaxşı oyuncağım olsun, ən yaxşı paltarım olsun, ən yaxşı məktəbim olsun, ən yaxşı universitetdə oxuyum, ən yaxşı evim olsun, ən yaxşı avtomobilim, ən yaxşı gəzməli yerlər, vəzifələr, qazanc yolları, hörmət, ehtiram və s. arzulayır. Yəni, kamilliyə can atmaq insanın ruhundandır. Çünki ruh daha ali bir dünyadan qoparaq gəlmişdir. Daha aşağı maddi bədənə salınıb. Bəli, ruhun öhdəsinə ağır bir missiya qoyulub. Özünün ali dünyaya olan yolunu tapmaq, necə mən qalxım ora, üstəlik bir göz qırpımında nəfsin quluna çevrilə bilən bu bədəni də öz yanına qaldırmaq missiyası ruhun boynuna bu qoyulub. Ona görə çox çətindir. Əgər insan başqalarından irəlidə olmaq istəyini, Allahın yanında irəlidə olmaq və buna doğru hərəkət etməyə yönəldə bilsə, ömrünün hər anı məna, dəyər qazanmaq üçün fürsət olar. Və bu zaman xəstə, şikəst, kasıb, yetim, kimsəsiz, dustaq, əsir, evsiz, işsiz olmaq artıq ona nə deyim? Narahatçılıq verməz, bizi xoşbəxt olmaqdan saxlaya bilməz. Və xoşbəxtlik sahib olduqlarına razı olub, sahib olmadıqlarına görə üzülməməkdir. Və xoşbəxtlik Allahla rabitənin qırılmaması ilə əldə olunur. İnsan elə bir şeyə sahib olmalıdır ki, heç kim, heç bir xəstəlik, heç bir qocalıq onu daxildən yüksəlməkdən saxlaya bilməsin. Bu ilahiləşmiş bir həyatdır. Allah bizlər onlardan qərar versin. Belə həyat sahiblərinə olaq. Allahla dostluqda keçən bir ömürdür. Allah hər birimizə nəsib eləsin. Sənin Allahla dostluğun bütün çətinliklərə sadəcə gülümsəməyin ilə nəticələnir. Heç nəyə görə narahat deyilsən, sən bəndə olduğuna görə hamıdan daha sevinclisən, daha xoşbəxt olursan. Və gün keçdikcə də bu dostluğun qiyməti artır. Bu əlaqə ilə qocalmış insan, hətta qocalmış insan belə rahatdır. Altruizm sualı vermisiniz. Altruizm, yəni başqa adamlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafiyini qurban verməkdən ibarət əxlaqi prinsipdir. Diqqət elədirsə, egoizmin tam əksidir. Bu termini fəlsəfəyə Auguste Comte gətirib. Auguste Comte 1798-1857-ci illərdə yaşayıb. Altruizm bir insanın fədakarcasına, bəzən də öz həyatının təhlükəyə atmaqla başqaları üçün, hətta bəzən onların xəbəri belə olmadan xeyirxahlıq etməsi hesab edilir. Diqqət elədiniz. Bugünün psixoloqları, bəzi psixoloqları belə deyə insanlara bunu bu cürə çatdırırlar ki, sən özünü fədakarlıq eləmə. Fədakarlıq eləməsən özünü əzdirmiş olarsan. Amma bu yanlışdır. Diqqət edin. Onun iki əsas tərifi var altruizmin. Bioloji altruizm. İkincisi də psixoloji altruizmdir. Bioloji altruizm nədir? Bioloji altruizm deyəndə hətta öz həyatın təhlükədə olsa belə, digər insanın həyatını xilas etməyə çalışmaqdır. Məsələn, kimsə xilas etmək üçün gür çay axır, özü atırsan ora ki, kimsə oradan xilas edəsən. Bu cür. Heç bir problemi yoxdur. Əksinə çox gözəl bir dənə nədir? Əxlaqi bir xüsusiyyətdir. İkinci psixoloji altruizm isə hər hansı bir şəkildə heç bir mükafat əldə etməyəcəyini bildiyi halda heç bir şey almayacaq qarşılığında başqası üçün fədakarlıq etmək. Heç bir qarşılığı yoxdur. Məsələn, dolu bir qatarda ayaq üstə dayanmaq kimi. Rahat olmadığınızı bildiyiniz halda, amma ayağa duraraq kimisə yer verirsiniz. Heç bir problemi yoxdur.
İnsanlar özləri üçün olduğu qədər başqaları üçün də çalışmaq, yorulmaq, əmək sərf etmək, fədakarlıq göstərmək əzmindədirlər. Yəni Allah bu qüdrəti, bu gücü insana verib. Egoizm ruhun əriməsi, sıxılması, daralması. Altruizm isə ruhun qüdrəti, diqqət edin, genişlənməsi və təkamülüdür. Deməli, insan özündən verəndə inkişaf edir ki, əskilmir. Diqqət edirsiniz. Bu hisslər insanda tərbiyə edilir. Necə tərbiyə edilir? Əlbəttə ki, bizdə olan bütün qüvvələr tərbiyə olunduğu kimi bu da tərbiyə olunur. Yəni, bir var ki, sən bunu eləyəsən, bu işi görəsən, bir qarşılıq gözləyəsən, o qarşılığı gözləsən, özündən vermiş olacaqsan. Özündən versən, nədir? Bir günləri tükənəcəksən. Amma bunu insanlıq naminə, sadəcə insanlıq naminə eləyəndə tamam başqa gözəl bir effekt ələ gəlir. Yəni, insanın egoizmi tərk edib altruizmə çatması özündən asılıdır. İnsan özündən asılıdır. Necə baxacam o məsələyə? Mən bu işi Allah üçün edirəm. Sənə problemi var. Zaten biz İslamda fədakarlıq mövzusuna daha çox rast gəlirik. Bütün yüksək inkişaf eləmiş, təkamülə çatmış möminlər, övliyaların hamısında biz bunu görürük ki, onlar özlərini fəda ediblər. Amma fədakarlığı eləyəndə qəsdləri, niyyətləri Allah üçün olub. Allah üçün olursa, o heç vaxt insana nə tükənmişlik qazandırmaz, nə onu bir günləri partlayış dərəcəsinə gətirib çıxartmaz, nə də ona heç bir narahatçılıq verməz. İnsanın böyüdükdən sonra 20-30 il heç bir istiqamət vermədiyi ruhuna yeni təlimlər keçməsi əlbəttə asan deyil. Yəni, birdən-birə bu da asan deyil, birdən-birə bunu insan ələ gətirirsə. İnsanın nəfsi elə kiçik yaşlardan tərbiyə edilməlidir. Ona görə məsləhətimiz bu olar ki, uşaqlardan elə uşaqların içinə körpəlikdən uşaqları bu şeyə öyrədin. Ailə bu uşaqların ən yaxın köməkçisi olmalıdır. Uşaq ikən bilməlidir ki, bütün dünya yalnız onun istəkləri ətrafında hərəkət etmir. Yəni, hər şey sən elə nə istəyirsən olacaq, elə şey yoxdur. Dünyadakı hər kəs baba, nənə, ata, ana kimi sənin nazını çəkib xətalarına gülümsəməyəcək. Yəni, belə həyat yoxdur. Hər gördüyünü mütləq əldə etməliyəm, komfortu yoxdur. Uşağa izah edilməlidir ki, həyatın şirinliyini yalnız əldə etməklə deyil, çox vaxt bölüşməklə əldə etmək olur və onu dada da bilərsən. Misal üçün, papaq atdı məsələsi, Novruz bayramıdır. Bilirsiniz ki, papaq atdı məsələsinə tam əksini eləməklə. Misal üçün, biz papaq atıda nə edirlər? Uşaqlar papaq atırlar evlərə. Kimin evində nəyi varsa, nəyə gücü çatırsa, ondan biraz onun üçün qoyurlar. Amma baxın bu məsələyə bu cürə, tam əksinə. Bir neçə çox ehtiyaclı ailənin siyasi götürülsün, bir miqdar pul qoyulsun, bir miqdar ərzaq, paltar, o uşağa lazım olan kitab, dəftər, indi nə lazımdırsa, hər nədirsə, hədiyyələrin üzərində gözəl ürək sözlərini yazaraq, ehtiyacının qapısına xəlvətcə qoymaqla və qapını döyərək, qapı qaçıb kənardan seyr etməklə, ehtiyacının təəccübünü, təbəssümünü, hətta sevincini müşahidə etdirmək sizcə unudulmaz uşaqlıq xatirəsi olmazmı? Əlbəttə ki, olar. Ananın özünə də təsir qoyacaq, atanın özünə təsir qoyacaq, uşağa da həmçinin. Altruizm səmavi və qeyri-səmavi dinlərin hamısının təşviq etdiyi bir əxlaqi təlimdir. Bu təlim ölümsüz və qarşılıqsız sevgi kimi xarakterizə edilir. Diqqət ediniz, bu təlim ölümsüz və qarşılıqsız sevgi kimi xarakterizə edilir. Bu təlimlərə görə əsas olan insanın sevgi nümayiş etdirə bilməsidir. Çünki sevgi ancaq təkəbbürün olmadığı yerdə olur. Bəzən sual verirsiniz bizə ki, biz necə eləyək ətrafdakı insanların hamısını sevək? Allah düşmənlərindən savay əlbəttə ki, biz deyirik ki, mənəmçiliyi yerə qoymaqla, egoistliyi yerə qoymaqla, mənəmçiliklə sevgi bir yerdə ola bilməz. Çünki sevən insan
egoist ola bilməz. Sevən insan özünü tərk etmiş olur. Artıq o öz mənni yıxmış insandır. Yerinə başqasını dikmişdir. Başqası üçün özünü fəda etməyə hazırdır. Başqasını Allah qərar verməyib, başqası üçün iş görməyə qərar verib. Amma eyni zamanda hazırdır ki, onun üçün özünü fəda eləsin. Amma bu da yenə niyyət olaraq Allaha, qürbətən illallah olmalıdır. Məqsədi düzgün ömür sürməklə mütləq və əbədi xoşbəxtlik olan insan təlaş içində ola bilməz. Dünyanın gərdişi onu narahat etməz. Ruhun nə olur olsun öz aramlığını pozmaz. Belə insanlar dünyada yaşasalar da belə maddi kimliklərini, öz maddi kimliklərini tərk ediblər. Yəni, bu özünü dərk etmək deməkdir. Bu əsl dərk etmək bax budur. Onlar özlərini tərk etdikləri andan Allaha doğru hərəkətdədirlər. Özlərini tərk etdikləri andan Allaha doğru hərəkət edib, özünü, egosunu əridən insan özünü dərkə çatmışdır. Bunu demək istəyirik. Və belə insanların, xoşbəxt insanların çox şeyə ehtiyacı yoxdur. Çünki Allah onlara kifayət edir. Bu günlük bu qədər. Sizləri Allaha əmanət edirik. Sağ olun, sağlıqla qalın.